Biri var idi, biri yox idi. Qədim zamanlarda Teymurləng sevimli nəhəng filini Molla Nəsrəddinin kəndinə göndərir. Fil kəndə girən kimi bağları tapdalayır, hasarları sökür, cəmaatın qış azuqəsini silib süpürür. Kəndlilər cana doyub mollanın qapısına yığılırlar. Yalvar yaxır edirlər ki, ay molla, sən ağsaqqalsan, gəl gedək Teymurləngin yanına, xahiş edək bu bəlanı başımızdan rədd eləsin. Molla əvvəl tərəddüd edir. Amma cəmaat söz verir ki, molla, sən qabağa düş, biz sənin arxandayıq, ölümünə səninləyik. Beləcə yola düşürlər. Amma saraya yaxınlaşdıqca Teymurləngin qorxusundan kəndlilərin canına vəlvələ düşür. Biri ayağım ağrıdı deyib qaçır, o biri evdə uşaq tək qalıb deyib aradan çıxır. Molla Nəsrəddin sarayın nəhəng qapısından içəri girəndə arxasına baxır ki, bir nəfər də qalmayıb. Hamısı qaçıb, molla qalıb tək tənha. Elə bu vaxt Teymurləng gür səslə soruşur. Hə, molla, xeyr ola, nə istəyirsən? Molla öz-özünə fikirləşir, alçaqlar məni tək qoyub qaçdılar. İndi desəm fili apar, Teymur məni boynum vurdurar. Dayan, mən sizin dərsinizi verərəm. Molla üzünə şirin bir təbəssüm qondurub deyir, böyük padişah, kənd cəmaatı məni elçi göndərdi. Sizin o filiniz var ha, o qədər ağıllı, o qədər gözəl heyvandır ki, hamımız onu çox sevirik. Amma yazıq tək qalıb, çox darıxır. Cəmaat xahiş edir ki, onun dişisini də göndərəsiniz, qoy bekar qalmasın. Teymurləngin xoşuna gəlir, qəhqəhə çəkir. Afərin mənim rəiyyətimə, baş üstə, sabah dişisini də yollayıram. Molla saraydan çıxanda kəndlilər kolların dibindən çıxıb qabağına qaçırlar. Hə molla, nə oldu? Canımız qurtardı? Gözünüz aydın. Padişah xahişimi yerə salmadı. Sabah filin dişisi də gəlir. İndi gedin, ikisinə də baxın, bəlkə ağıllanarsınız.